Наурыз для меня – это праздник весны, тепла, солнца, семейных ценностей, нашей национальной культуры и традиций. Mənim üçün Novruz bayramı uşaqlıqdan qalan ən sevimli, ən şən və ən böyük bir bayramdır. Novruz bayramı ailə ilə keçirdiyi vaxt, şənlik, yaxşı təəssüratlar və gələcəyə baxış deməkdir. It's an association of the family traditions, happiness, love. Women get together to bake some goodies for Novruz. Families get together. They celebrate every Tuesday. They celebrate Novruz. Every Tuesday they get together. That's the biggest part of the celebration. Наурыз мен үшін жаңғыру. Наурыз мен үшін молшылық пен береке. Наурыз мен үшін ұлттық мұра. Navruz men üçün babalardan murası. Novruz mənim üçün baharın nəfəsidir. Torpağın, təbiətin oyanışıdır və insan ruhunun yenilənməsidir. Novruz mənim üçün baharın gəlişi demək. Одним словом, Наурыз для меня – это семья, любовь и традиции. Это самый весенний праздник. Объединение поколений. Ұлыс оң болсын, ақ мол болсын. Наурыз мен үшін жанұямның арасында наурыз көжеге тойып жеп, үлкен кісілерден бата алу. Наурыз мен үшін жердің көгергені, елдің нұрланғаны. Для меня это праздник. Для меня это весна. Наурыз для меня это праздник весны, тепла и новой жизни. Novruz mənim üçün yeni yaşıllığın təravəti, quşların nəğmə oxuması və yenilik hissidir. Novruz bizim için yeni mevsimin başlangıcıdır. Для меня Навруз – это тепло, уют и единство. Обновление. Наурыз мен үшін жаңару. Novruz mənim üçün adət-ənənələrin yerinə yetirilməsi, çoxlu dadlı şirniyyatlar, qoğallar və ailə daxili isti və canlı söhbətlərdir. Bursoki. Novruz mənim üçün ailəm və dostlarımla birlikdə dincələ biləcəyim bir dövr deməkdir. Наурыз мен үшін көктем.